Deyirsən ki, Əlini, Hüseyni çağırma, ölüləri çağırma, qəbirdə yatanları çağırma. Deyir, biz onları sevirik, biz onlardan nəsə istəmirik ki. Sadəcə onlar Allah yanında hörmətli bəndədirlər, bizi Allaha yaxınlaşdırırlar. Vallahi Quran-ı Kərimə baxanda, Quran-ı Kərimdə Məkkəli müşriklərin məsələni Allah təala danışır bizlərə, düzdür? Onların elədiyini. Məkkəli müşriklər məgər bütlərindən nəsə istəyirdilər? Bütlərini Allah bilirdilər, yox. Məkkəli müşriklər bütlərlə Allahla aralarında nə edirlər? Vasitə götürürlər bütləri. Diqqət edin, Allah Subhanahu va Taala Quranda onları müşrik adlandırır. Allah Taala çünki tək özünü çağırmağı, özünə dua eləməyi əmr edir. Arada vasitə lazım deyil. Ölən insanı vasitə qoymaq olmaz. İmam Əlidir, İmam Hüseyndir, Allah onlardan razı olsun. Onlar ölüblər artıq, bu dünyada deyirlər. Dünyaların dəyişiblər. Bizi görmürlər, eşitmirlər. Onların Rəbbi bizi görür, eşidir. Məgər Allah sənə bəs eləmir, Allah sənə yetmir Allaha çağırmırsan. Allahla yanaşı Əlini, Hüseyni, Peyğəmbəri çağırırsan. Halbuki onlar dünyasını